Həyyam Ağalarovdan 3164-dən səsli mesajımız gəlib. Gəlin, dinləyək. Amortizasiya xərci ilə bağlı sualımız var. Deməli, amortizasiya xərci real pul çıxışı olmadığı halda niyə xərcə aid edilir? Bu sualın cavabı bizə çox maraqlıdır. Təşəkkür edirəm Xəyyam bəyə. Bu, həm amortizasiya xərclərində, həm də ezamiyə xərclərində biz qarşılaşdırıq bu sualdan çox vaxt. Vergi Məcəlləsinin 114-cü maddəsidir, səhv eləmirəmsə. Amortizasiya normaları, faizləri orada göstərilir ki, hansı faiz nisbətində amortizasiya xərcləri ayırmaq olar. Və məcəllə ilə norma konkret təsdiqləndiyinə görə artıq burada sizdən hər hansısa bir ödəniş sənədi tələb olunmur. Yəni bir avadanlığınız var, bunun amortizasiya norma daxilində əgər siz amortizasiyasını eləmişsinizsə, məcəllə artıq sizdən bu ödənişlə bağlı heç bir sənəd tələb eləmir. Norma daxilində olan istənilən amortizasiya xərci mənfəət bəyannaməsində amortizasiya xərci kimi tanına bilər. Bu həmçinin dediyim kimi ezamiyə normaları haqqındadır. Məsələn, siz gedirsiniz Türkiyədə hansı işlə bağlı İstanbul, Ankara və s. Səhv eləmirəmsə $150 ya $150 evrodur günü, bir gün ezamiyə normaları haqqında və heç kim sizdən bu ödənişi eləmsiz, eləməmsiz harasa bunu tələb elə bilir. Sadəcə tələb nədir? Xarici pasportunuzun giriş-çıxış tarixləri varsa, əgər möhürü varsa, bu kifayət edir ki, siz bu qədər vaxt ölkə xaricində olmusunuz, ezamiyədə olmusunuz və gündəlik norma budur. Gündəlik normanın üstündə də xərcləyə bilərsiniz, altında da xərcləyə bilərsiniz. Siz gündəlik norma qədər mənfəət bəyannaməsində ezamiyə xərci kimi tanıya bilirsiniz. Əla, əla. Çox sağ olun. Çox sağ olun.